Yoldaş Cemal! Yoldaş Cemal! Zərifə, icazə ver sənə iki kəlmə söz deyim. İcazə ver sənə iki kəlmə söz deyim. Vaxtım yoxdur, görmürsən ki adam axtarıram. Eybi yoxdur. Əvvəla icazə ver, o şirmayı barmaqlara, bu titrək dodaqları toğundurum. Başım qarışıqdır, yoldaş Cemala telegramma var. Telegram olduğundan xəbərim var, poçtan öyrənmişəm, xəbərim var. Deyəsən nişanlısı gəlir. Bilirəm. Deməli, Bənövşə xanım gəlir. Hə, nə belə ibarə elə deyirsə, deməli Bənövşə xanım gəlir. Nə olar? Başqa qadının adının yanında çəkəndə qiyamət qopar, nə olar ki? Bax, saçlarını bircə yolarım, az danışa. Bax, bu sözdən sonra laf başımı da kesib bir tərəfə qoysa sözdür bərəm. Çünki qısqanclıq məhəbbətin ilk əlamətidir. Yaxşı, bəs səndə niyə o əlamətləri yoxdur, hə? Çox sağ ol, necə yəni yoxdur? Bəs səhərdən axşama kimi, kölgə kimi dalıncan gezən mən deyiləm, mən deyiləm. Yaxşı, vaxtım yoxdur. Sənə amma danışası sözüm var. Sonra görüşərik. Camal yoldaş oldu, heyətdədir. Get tez telegramı çapın. Yaxşı. Tez. Mindilli! Bu xaltının qızın əlində möhkəm saxlayırsan, ha? Bu yaxınlarda Qasım toyumuzdur, sən ölə. Amma öz aramızdır. Bu yoxlama məsələsi yaman qanımı qaraldır. Heç yeridir, heç yoxlamanın yeridir. Biraz dirixorçuluqdur. Mənə bax, nə oldu, müfəttiş yoxladı, üzülüşdü, qutardı, getdi? Mindilli! Təftişin elədi, aktın bağladı. Gedməyib nə yiyəcək? Qasım, o balaca boy vardı, balaca boy, göz ha. Mənə çəbəki baxıb, sənin qulağına nə pıçıldıydı, nə soruşurdu ya? Sənlə maraqlanırdı. Mənimlə? Elə bildi ki, sənin 2 dənə familyan var. Sonra onu başa saldım ki, ay yoldaş, bunun əsli familyası Mindilovdur. Burada zarafatça ona Mindilli deyirik. Əşi, sən 1000 dəfə demişəm ki, mənlə zarafat eləməyin. Zarafat kapitalizm qalıqıdır. Hadi başa düşmürlər də, sən öyləsə başa düşmürlər də. Və sonra nə oldu, sonra nə soruşdun? Sonra, belə Mindilli, başa düşsən, deyəsən, sənin ayağında çoxlu borc var, Hə, o borcu mənə də dedi. Rəng yaxmaq istəyir, sən öyləsən, rəng yaxmaq istəyir. Bura bax, saxla. Sən rəngsansan, yoxsa kontrolör, hə? Əşhəcət eləmə. Borcum var, qaytar da. Hadi borcun nə borc? Borcun nə? Bütün sənətlər türmüşəm bu xaltının qabağında, qəbul eləsin də. Niyə eləmir, hə? Sən öyləsən, eyb yoxdur, Qasım. Bu yaxınlarda o toyumu eləyim, gəlini getirim gəlim. Ondan sonra danışacaqım onunla. O məni incidir. Mən də onu acıqcan qızını incidərəm. Ay Mindilli, uşaq danışma da. Uşaq niyə? Hə? Laf sənin cazı bu barda yoldaş Camalın özünə danışmaq istəyirəm. Danış, Mindilli. Camal qızıl kimi oğlan. Abi mən də bilirəm, ne qızıl kimi oğlan deyir. Amma Camalın vaxtı yoxdur. Niyə? Bundan sonra heç ümumiyyətcə vaxtı olmayacaq. Adı nişanlısı gəlir də xəbərin yoxdur. Gəlir. Nişanlısı gəlir, sən ölürsən. Mindilli, onda mən özüm verim bir yaxınlara. Sağ gəlirəm. Yeri. Gəlir. Kim gəlir? Gəlir. Mindilli gəlir. Xəbərim var. Təbrik edirəm. Bəli, belə. Aydın olsun. Saat 3-də 5-ci vaqon. Bənövşə. Gəlir. Aferin. Gözünüz aydın olsun. Mənə bax. Yaxşı yadıma düşdü. Taxtaları boşaltdın. Bircə vaqonumuz qalıb yoldaş Camal. Cəmi bircə vaqon. Ah, səni, ay Mindilli. Bir töhmət də verərdim sənə. Hayıf ki, başım qarışır. Eybi yox. Eybi yox, qalsın sonraya. Buna bax. Mən indi qızın qabağına getməliyəm. Getməliyəm. Vağzalar. Bəli. Vağzal müdiri məni görsə neyniyəcək? Nə deyim mən ona? Yapışacaq xıttəyimlə, yapışacaq da bax. Yoldaş Camal. İxtiyarı var da. Bir aydır vaqonları boşaltdın. Yoldaş Camal. İcazə verin, bu səhmi 2 ya 3 günə düzəldərəm. Yoldaş Camal. Narahat olmayın, idarə üçün mebel tapşırmış sizə, hamısı təşkil eləmişəm. Nə mebel? Özə yaxşısından, Yerevanski. Bir dayan görüm, mebel vaxtıdır. Hanı, Zərifə hanı? Hanı bu Zərifə? Piyada üstü axtarına zəng gelirlər, amma məş vaxt... Komitater! Döy onu. Ay qız! Komitater! Alo! Ay qız! O prorabı tap göndər bura! Ay qız, yox, sən deyən, yox. Ala bu keyim Keydir, nə bilim, mən də deyirəm, çaqa düşdən getir. Komitater! Ay qız! Cavab ver, ha! Qasımı deyirəm, prorabı tap göndər bura kabinetə!
Onlar da bizi gözləyirlər orada. Gözləyirlər, sən ölürsən, yiyib içmək. Heyf də heyf. Ne edək? Alo, salam aleyküm. Salam aleyküm. Bəli, Camaldır. Çox sağ olun, çox sağ olun. Sağ, salamat, qulluğunuzda hazır qul bəcə. Buyurun. Bəli. Ay, yox, vallahi. Yox, sənin canın üçün gələ bilmərik. Yox. Bu saat iş xitdəyimdəndir. Kim? Yox, Mindilli Qasım mənə bu saat... Yox, gələ bilmərəm, gələ bilmərəm, iş çox. Vallahi işimiz Nuş olsun, vurun. Yox. Gələ bilmərəm. Çox sağ olun. Kvartalın axırıdır, plan dolduruq. 3 gündür kabinetdə yatırım, vallahi. Çox sağ ol. Minnətdarım. Bulaq üstə gedən gözəl, Məni heyran edən gözəl. Bulaq üstə gedən gözəl, Məni heyran edən gözəl. İkiniz də qədəşlər. Nuş olsun, öpürəm. Tanımadı o. Mindillidir də. Səsi var. Sağ ol. Yaxşı, çox sağ ol. Öpürük. Sağ ol. Bu da belə. Gəldi. Yaxşı. İndi deməli, qatarın gəlməyinə 1 saat var, hə? Yaxşı. Mənə bax. Nə maşın? Maşın. Hazır. Hazırmışam. Yolda qalarıq. Yox, sənin çox hazır. Bura bax. Dəllik də sərdə su gözləyir. Nədən bəyək? Dəllik də. Yine buyum qəbulum deyil. Sən sabah gəlsin. Yolda Camal. Qəbula gəlmir. Özünüz demədi çağıtdırın. Çağıtdırmışam. Dəlli. Həyət yanı sahəni balaca. Çox basıb. Əl gəlsin. Yaxşı eləmisən Mindilli, yaxşı eləmisən. Yolda Camal. Utanırım. Bu nedir? Siz də mənə Mindilli düz. Qonaqların da arasında Mindilli. Bu da axı. Zarafatdır da. Zarafatdır. Elə şeydən incimə gəlmişsin. Hanı dəlli, hanı? Bu saat dəlliyə göndərəcəm. Kostyum da hazırdır. Ayaqqabılar da hazırdır. Götürmüşsən ha? Götürmüşəm, hamısı buradadır. Gedək. Geyinin, gözüm. Buyurun. Sen niye gelmişsin? Ha? Utanım ey yoldaş Camal. Utanım, bir ki mani olmaq istəmirəm. Ne var ki? Tanarsan da. Senin işlerin daha olduğun ayakkabıdır. Ayağımı elə sıxırdı ki, iclasda döşədilər, mənə dura bilmədim ayağa. Evi yoxdur yoldaş Camal, evi yoxdur. Narahat olmayın. Siz də yığıb axırda elə patladınız ki, onlara bir gəliş gəldiniz ki, gəl görəsən. Aferin, halal olsun. Hələ harasıdır? Onlar məni yaxşı tanımır Mindilli. Heç eybi yox. O Yusuf elə bilirdi ki, məni çıxardım, onu qoyacaq. Ay qoyacaq. Uşaqdır da, uşaqdır, qarır axı. Məni çıxartma. İnşallah. Aferin. O oldu reis, mən də baş mühəndisidir. Bundan sonra o Yusuf'un başına tərsə dəyirman çövürmək mənə borc olur. Heç eybi yox. Otur, yürü. Çox sağ olun. Bir dəli şeytan deyil Mindilli. Bir qızı qoltuğu var, bir baş Bakıya. Nə ağıl iş görərsən, nə ağıl iş görərsən. Sənin canın üçün, mən bilirəm. Bakıya çatan kimi məni məsul bir işə qoyacaq. Mütləq qoyacaq, mütləq. Ondan sonra o Yusuf'u doğrayıb, Yusuf eləməsəm ha, məndən pis. Yoldaş Camal, sizdən bir xahişim var. Sən mənim canım Bakıya gedəndə, mənə də özündən yığışır apar buradan. Məni bu demə oğlan arasında qoyma, sənin canım. Bu demə oğlan arasında mənim gül kimi ruhum çürüyər. Qoymaram çürüsün. Amma bir də ayaqqabılarımın nömrəsini səhv salma. Bildin? Bilirsiniz yoldaş Camal, hər qəhrəmanın həyatda bir səhvi olur. Mənim də səhvim bilirsiniz bu ayaqqabıları kiçik nömrə almağımdadır. Eybi yoxdur, ayaqqabı da giydikcə açılar. Mənim ürəyim geniş olsun. Yaxşı, zarafat eləyirəm. Eybi yoxdur. Sən mənim sağ əlimsən. Sağ əlimi burada qoyub getsəm, tək əlimlə mən orada nə eləyə bilər? Heç bir şey. Aparacağım səni Çox də sağ yanıma. olun. Buna bax, Mindilli. Bəli. Səndən bir söz soruşam. Buyurun Sən yoldaş belə Camal. şeyləri yaxşı bilirsən. Sən necə bilirsən? Sən heç görmüsən ki, məhsul işçilərə toy eləsinlər. Çox görmüşəm yoldaş Camal. Hər gün qəzetlərdə bəs məhsul işçiləri toy eləmirlər. Bəs bu toydur. Bəs toy nətər olar? Sən deyən tənqiddir. Mən açıq-aşkar tənqidi sevirəm. Nədir? Bəlkə sən xoşlamırsan tənqidi?
Zəhləm gedir yolda cama, səhər çatır. Tənqiddən zəhləm gedir. Tənqid gecə yuxuma girəndə də, yuxudan höyürlaq ayılıb oyanıram. Heyf deyir tərif. Düzdüksən. Tərif yaxşıdır. Adamı cavanlaşdırır. Bax, indi səninlə söhbət elədim. Biraz belə donuldum. Hələ olacaq da, bəs mən yolda Kemal, üzr istəyirəm. O akta qol çəkdiniz? Akta. Nə akt? Hə, akt qol çəkdim, atdım bir qırağa, bilmirəm nədir? Yoxsa qorxursa? Yox, sənin cavabı yox. Neydən qorxuram? Yox, niyə qorxurmaq? Yolda Kemal, şəhərlə bizim o rayonumuzun arasında asfalt yol var ha. Bax, mənim işlərim o tərdir. Düppədüz. Neydən qorxacaq? Yaxşı, Mindilli. Bəli. O iclaslarda sənin haqqında nəsə belə danışırlar, deyirlər ailə pozğunu, mən nə bilim nə. Gözləri gətirmir, səni çatır. Yox, deyəsən arvad tərəfdən yuxan nazı idi, hə? Qətiyyən yox, yolda Kemal. Mən arvadlara ancaq uzaqdan uzağa belə pərəstiş eləyirəm. Yox, yaxından işim yox, sənin çatır. Yox, uzaqdan uzağa, hə. Yaxşı, bəs niyə evlənmirsən, hə? Utandırız sən yolda Kemal, utandırız məni. Yaxşı da, utanma, de görək niyə evlənmirsən? Bilirsiniz, axtarıram, çəkirəm, baxıram. Gerək... Hay şu axtarır, seçir, o saat gələk bir qulp qoysunlar. Mədəniyyətləri yoxdur da, sənin mədəniyyətləri yoxdur da. Qoymurlar evlənsin da. Yürü kimi insanı qoymurlar evlənməyə də. Yolda Kemal, o sizdəki akt var idi. Deyirdim ki, bəlkə bu gecəlik onu verərdiniz, mənə aparardım evə. O aktın əsasında plan qurmaq istəyirəm. Mümkün deyil. Mən nə bilim indi o hardadır. Gətirdilər, qol çəkdim, heç oxumadım da. Qol çəkdim, attım bir qırağa. Yaxşı, mən gedim nişanlımı. Mindilli. Bəli. Mindilli. Bilirsən, nə nazlı nişanlım var. Amma hərdən mənə söz atır, cim vırdır. Cim vırdır. Dediyiniz kimi nazlıdır da. Saxla. Sənə nə var nazlı da? Sənə nə var? Mən o ürəklə demədim ki, yolda Kemal. Siz bilirsiniz mənim ürəyim necə təmizdir. Amma bilirsən Mindilli, hərdən biri oyuna iki kəlmə, üç kəlmə söhbət edəndə az qalıram hüsümdən. Dağıdım partlayır. Bilirsiniz neydədir yolda Kemal? Hamısı məhəbbətin, sevginin gücündəndir, canım söylür. Yaxşı. Gəlin içəri. O deyir, gör nə sizi? Yaxşı. Halal olsun, gözəl nişanlınız var. Mindilli, sənin canısın düz deyirsən. Nazlıdır, nazlıdır. Mən getdim, Gel. Öğrenizde içeri, ne olur? Bu nedir? Mane olma. Mane olma. O nedir? Camal yoldaşa hediye aparar. Hediye. Hediye değil. El vur. El vurma. El vurma. Bəli, böyüsü bir. Səliqəsim, el vurma. Bütün səliqəsini pozarsan. Görmürsən, nə yazmışam? Camal yoldaşa. Deryacan, Kamal yoldaşa. Necədir? Kemal yoldaşa. Ada, Camal'da qoydular ki bir Kemallıq qalsın. Ne oldu ki? Portxəşil oldu, otu. Tez ol danış. Limon kimi sıxıb gövhərli çar. Hədə limon kimi sıxıb cövhərini çıxartdılar. Öldürdülər? Təmiz yox, sənin canı təmiz yox, yarımcan oldu. O da ona görə ki, başı mənim bax bu dizimin üstündəyim. Onda baş olsaydı, sənin dizinin üstə qoymazdı ki. Sonra nə oldu? Yaxşı, sonra nə oldu? Çox şirin dilim var, elə bir sual da verginə. Qəhrəman, məni yaxşı tanıyırsan ki. Sakin ol, içərdə dur. Özün bilirsən ki, belə işləri zarafa sevmirəm. Məzəllik eləmə. Nə məzəllik, hə? Nə məzəllik? Ne oldu? Əsli məzəllik, qoz kontrolun aktıdır. Ne yazıblar? Nə yazıblar? Roman, yekə bir roman. Oxu, lezzət al. Sən ölsən, zalim oğlu pambıqla baş kesib. Yaxşı deyiblər ki, düşmən evimi yıxdı, üzümə gülə-gülə. Tanrım. Ne pis oldu? Camalın da damağı aşağı. Aşağıdır da. Mindilli. Bəli. Yaxşı ki, hədiyyə gətirmişəm. Hə? Zəhmət çəkmə. Xərcim batdı. Ada çıxartdılar, Çatlar! O da sakin. Qışqırma. İçərdədir, qışqırma. İçərdədir. Çıxartdılar, hə. Yerinə kimdir? Nişanlısı. Kim? Nişanlısı.
Bəh! Biri-birindən gözəl xəbərlər. Təcili kağızı dəyişmək lazımdır. Hədiyyənin üstündəki kağızı. Kağızı dəyişmək lazımdır. Qulaq as, bir dənə şeir yazım. Bənövşə xanıma. Necədir? Əla. Bənövşə xanıma. Güleyşə xanıma. Güleyşə xanıma. Mindirli. Bəli. Program nəkərdir. Hər işə xanıma. Qasım, sən ölürsən. Bu şeirlə axdı ki, bütün o maddələri yudun apardı. Sən ölürsən, arxayı. Bax, necə oldu, bax. Necə nə oldu? Tapılmadı da. Tapılmadı. Tapılmadı, sən çox tapılmadı. Tapılmadı. Mindirli. Heç olmasa mənə aid olan maddələrin bir ikisinin dil cavabıdır Mindirli. Sənə aid olan maddələrin bir ikisini deyim. Deyim də neynək? Deyim də, yarımda qalanlardan deyirəm ha. Mindirli. Sənə aid. Yazıblar ki, texnikadan başın çıxmır. Ona görə də istehsalata milyon manatlardan ziyan vurursan. Artıq pul yazırsan, dövlət əmlakını dağırdırsan. Hələ heç nə xırda şeylər sənin yazır. Heç bir şey yoxdur da, dövlətin əmlakını dağırsan. Nə var burada? Mindirli! Bəli, nə var burada? 2 dənə maddə dedi. Hərəsinin 25 iliki var. Ay, rəhmətli oğlu. Bundan sonra 50 il ömrün olmayacaq, neydən qorxsan dayı? Qəhrəman! Sonra yavaş, içərdədirlər. Deyəsən, özün sudan quru çıxmısan. Məni ki tanıyırsan, sən öləsən. Yox. Yaxşı, dalın danış. Mənə bax, gəlsənəm. Bugünkü iclasdakilərdən danışmaq. Ay Mindirli! İclas məni maraqlandırmır. İclasda danışılan sözlər taxılın üstünə yıxılan sərçə kimidir. Düzdür. Huş deliyən kimi uçub gedir. Gedirlər, düzdür. Danışsan, ortada o sənət olmasın, subut olmasın. Məsələ burasındadır ki, yoldaş Qasım, ortada sənət də var, subut da var. Bəli, Mirzə Səlman bütün axtarı tökdü müfəttişin qabağına. O da lazımlarını qeyd elədi, özündə getirdi, getdi. Bundan artıq neysə, dəhşətdir, dəhşət. Yəni bu şotların içində bir dənə diz olan yoxdur. Ay, rəhmətli oğlan, dördünü sən mənə vermişdin ki, həm bundan hesabı getirər. Mənimkilər də oradadır. Hamısı oradadır, hamısı yoldadır. Batıb gelmişik, sən ölürsən, evimiz yıxılır. Doğrudan dəhşətdir. Dəhşət, geri qaytar. Şotları geri al. Ne şot? Pul düzəldər. Pul düzəldərsən, ha? Doğrudan mən orada. Düzəldər. Sən Mirzə Salmanı yolu getir. Şotları geri al. Pul düzəldər. Yaxşı, sən geçin. Gələm. Kimdir? Gələcək qaynatam. Mindirli. Sən Qasım canım mindirli. Geri içəri. Yüreğim asetin nezgin kesi oynayır. Mirzə Salman, hoş gördük. Bu kimdir? Mənəm də Mindilli. Sen Mindilli. Koy bir akşam dinc oturar. Yorgunam, izlastan çıkmışam. Ay Mirzə, iclasdan biz də çıxmışıq da. Biz də bu evdə qonaqıq da. Qonaq qonağa bir əl-ökü salam deməz. Nə ola, qiyamət qapa. Akşam vaktinde salam, ne kalam. Ay Mirzə, maaş da bu, ne təbiyyələ, bu salam da maaş diyor ki, ayda 2 dəfə verəsə qutarsın, hə? Mindilli. Salamdır da. Koy oturmuşum. Paraxod körpüye yaralan kimi ne yanalmışsan ben, ha? Mirzə, Ha, səni bir işim düşüb. ha, Kiçik bir adamın, kiçik bir xahiş. ha. Kiçik bir xahiş. Ne söz dersen, ahırı gelip pura direnecek. Yox, pul istəmirəm. Yoktu. Mirzə, pul istəmirəm. Yoktu. Ay kişi, mən elə şey istəyirəm ki, o şey səndə var. Yoktu. Var, səndə də var. Yoktu. Var, Mirzə. Yoktu. Adam var, adam sus, sənin adam baxsın. Adam sus. Sən öləsən. Hələ mən demişdim də. Demişdim ki, bu gecənin bir xatası var da.